Uşaqlar, mövzu izahlarla davam edirik. Bu gün həndəsənin əsas anlayışlarına giriş olunacaq. Həndəsə haqqında danışacağıq. Həndəsədən sonra artıq çevrəni izah edəcəm. Bir şey deyim, bu arxa fonuna falan çox fikir verməyin. İndi gələcək videolar üçün hamısını düzəltməyə çalışıram. İşıqdır, səsdir falan da bunların hamısının üstündə işləyirəm. Bu dəqiqə əsas məsələ təhsildir. Əsas məsələ videoları yerləşdirib sizlərə dəstək olmalıdır. Videoların izlənmə saatları biraz aşağıda keçib bütün videolara baxıb hansı mövzuları çətinlik çəkirsə faydalana bilərsiniz. İmtahan yaxınlaşdıqca düşünürəm ki, bir dənə imtahan təkrarı 1, imtahan təkrarı 2 adında 2 dənə də video yerləşdirim kanala. Orada biz artıq sırf təkrarlara baxıb təkrar üzərinə hərəkət edəcəyik. Mövzuları falan yadda xatırlayacaq da, yəni. Deməli, həndəsənin əsas anlayışları haqqında danışırıq. Cəbr haqqında danışmışıq. Bir-iki mövzu qalıb. Onları da həndəsədən sonra necə deyim, paylaşacağam, bölüşəcəm. Asan, başa düşülən dildə mənimsəz qavrayasınız. Həndəsə çətin bir bölmə deyil. Amma uşaqların yenə çoxsu burada çətinlik çəkir. Cəbirdən fərqli olaraq burada artıq biraz yaradıcılıq lazımdır. Üçbucaqlar olsun, çevrə falan olsun. Bunların hamısında biraz yaradıcılıq lazımdır. Deməli, həndəsə haqqında danışırıqsa, biz həndəsənin əsas anlayışlarına toxunmalıyıq. Həndəsənin əsas anlayışları dedikdə nə başa düşülür? Nöqtə, düz xətt, müstəvi. Biz burada bunlar haqqında danışacağıq. Nöqtə nədir? Heç bir ölçüsü olmayan fiqurdur. Nöqtənin heç bir ölçüsü yoxdur. Yəni normal vəziyyətdə bildiyimiz nöqtədir. Düz xətt nə başlanğıcı var, nə də sonu. Yəni gördüyünüz buna biz düz xətt deyirik. Bunu biz istədiyimiz qədər uzada bilirik. Həm başlanğıcın nə başlanğıcı var, nə də sonu. Yəni buradan da uzada bilirik, buradan da uzada bilirik. Son və başlanğıcı yoxdur. Yəni limiti yoxdur. Daha sonra müstəvi var. Müstəvi qanunluğu olmayan düz hamar və bütün tərəfləri sonsuz uzanan fiqurdur. Yəni müstəvi dediyimiz bir səth başa düşür. Məsələn, mən burada bir dənə müstəvini təsvir edə bilirəm. Tutalım ki, hava. Mənim üçün nədir? Müstəvidir. Və mən bu müstəvi üzərində istədiyim bir işi görə bilirəm. Məsələn, gördüyünüz kimi bir fiqur təsvir edim. Tutalım ki, müstəvi üzərində bir üçbucaqdır. Digər tərəfdən şüa var. Şüa nəyə deyilir? Başlanğıcı var, amma sonu yoxdur. Şüa, yəni başlanğıcı dediyimiz şey nöqtədir. Yəni bunun başlanğıcı var, sonu yoxdur. Sonsuzluğa qədər nə edir? Davam edir. Buna biz nə deyirik? Şüa deyirik. Şüa üzərində n saylı nöqtə varsa, şüaların sayı n sayda olur. Düz xətt üzərində n sayda nöqtə varsa, şüaların sayı 2n olur. Düz xətt dediyimiz şey bayaq qeyd elədik. Nə başlanğıcı var, nə də sonu. Bunun üzərində n sayda nöqtə olarsa, yəni tutalım 4 dənə nöqtə var. Şüaların sayını biz necə hesablayırıq? 2-nə. Yəni 4 dənə nöqtə varsa, şüaların sayı neçə olacaq? 8 olacaq. Yəni 2 vurulsun 4. Bu bizə nə vermiş olacaq? 8 vermiş olacaq. Kamera biraz zirlənə bilər. O baxımdan biraz üzrlü sayırsınız. Onsuz da videonun girişi də əsas. Girişindən sonra yəni bu video hissəsi ən ətəkdə olur. Düşünmürəm ki, o belə ciddi bir problem yaradar. Parça dediyimiz şey nədir? Hər iki tərəfdən məhdud olan düz xətt hissəsinə parça deyilir. Yəni gördüyünüz kimi qeyd olunub. Bunun hər hissəsi nədir? Nöqtədir. Yəni bu parça limitlənib. Buna biz nə deyirik? Parça deyirik. Deməli, nöqtə oldu, düz xətt oldu. Düz xətdən nə başlanğıcı oldu, nə sonu oldu. Daha sonra şua oldu. Şuanın başlanğıcı nöqtə olur. Yəni şua bir nöqtədən başlayır, sonsuzluğa qədər gedir və bir də parça oldu. Parçanın hər iki tərəfi nöqtə olur, başlanğıcı sonunda və limitdə olur. Və parçanın müəyyən bir uzunluğu olur. Düz xətt üzərində n sayda nöqtə olarsa, bu düz xətt üzərindəki parçaların sayını biz n bərabərdir. Yəni parçaların sayı bərabərdir. N vurulsun n-1 bölünsün ki, yəni nöqtələrin sayı vurulsun, bir vahid azaldıb vururuq, yəni onun yarısını tapırıq. Tutalım ki, 6 dənə nöqtə verib, düz xətt üzərində 6 nöqtə verib və deyir ki, nəyi tap? Parçaların sayını tap. 6 vurulsun 5, bölünsün 2, bərabərdir. 15 dənə bizim düz xətt üzərində nəyimiz olacaq? Parçamız olmuş olacaq. Daha sonra AB parçası üzərində C nöqtəsi ilə 2 müxtəlif hissəyə bölünərsə, bu hissələrin orta nöqtələr arasında məsafə x bərabərdir AB-nin yarısı olacaq. Bu topluda qarşınıza çox çıxır, həndəsə bölməsində, həndəsənin əsas anlayışlarında və yaxud da bunun normal qaydada da, yəni bilsəz, məsələn, bura x verib, bura y versəz, yenə də nəyə bərabər olacaq? Parçanın yarısına bərabər olmuş olacaq. Həndəsədən danışırıqsa, biz nəyi bilməliyik? Bucaq və onun növlərini bilməliyik. Yəqin ki, bilirik bucaq nədir? Bucaq
Tərif olaraq biz deyirik ki, bir nöqtədən çıxan iki müxtəlif şüanın əmələ gətirdiyi fiqura biz bucaq deyirik. Bucaqlarımız var. Yəqin ki, bildik. İti bucaq, düz bucaq, açıq bucaq və tam bucaq. İti bucağın dərəcə ölçüsü nə idi? 0-dan böyük və 90-dan kiçik idi. Düz bucağın dərəcə ölçüsü 90-a bərabər idi. Kör bucağın dərəcə ölçüsü 90-dan böyük, 180-dən kiçik. Açıq bucaq 180 dərəcə idi. Bir də tam bucağımız var ki, tam bucağımız 360 dərəcə idi. Bunları burada yaxşı bilməlisiniz ki, çevrədə falan, iç bucaqlarda ümumi bölmələrdə çətinlik çəkmirsiniz. Ona görə də giriş olaraq verilir və mütləq buraları yaxşı bilmək lazımdır. Deyir, bucağın təpə nöqtəsindən çıxan və bucağı yarıya bölən şüaya tənbölən deyilir. Tənbölənlə biz üç bucaqda da qarşılaşacağıq. Yəni həndəsədə tənböləndir, mediandır falan da bunlar qarşımıza çox çıxacaq. Tənbölən nədir? Bucağın təpə nöqtəsindən çıxan şüaya deyildi və bu şüa nədir? Bucağı yarıya böldü. İki bərabər hissəyə böldü. Qonşu bucaqlarımız var. Qonşu bucaqlarımız deyirik ki, bir tərəfi ortaq, digər tərəflər isə tamamlayıcı yarım düz xəttlər olan iki bucağa qonşu bucaq deyilir. Yəni bir dənə şey götürək, məsələn, deyir ki, bir tərəfi ortaq, digər tərəflər isə tamamlayıcı yarım düz xəttlər olan iki bucağa dedik. Qonşu bucaqların həmişə cəmi 180 dərəcəyə bərabər olur. Və qonşu bucaqların tənbölənləri arasında bucaqda 90 dərəcədir. Bunu siz həndəsə bölməsində sualları işləyərkən qarşılaşarsınız bu suallarla. Qonşu bucaqlar deyir ki, bir tərəfə ortaq olur, digər tərəflər isə tamamlayıcı yarım düz xəttlər olan iki bucağa qonşu bucaqlar deyilir və cəmi nəyə bərabər oldu? 180 dərəcəyə bərabər olmuş oldu. Burada misal da var, deyir qonşu bucaqlar 4-5 nisbətində olarsa, bucaqların kiçiyini tapın. Biz bilirik ki, 4/5 nisbəti nədir? Düz mütənasibdir. Yəni düz mütənasib olduğuna görə biz bunu hesablayanda nə edirdik? Bir dənə dəyişən verirdik. Yəni 4K, 5K deyirdik. Toplayıb onu nəyə bərabər edirdik? 180-ə. 9K və yaxud da burada x verir. Biz səndən bir dəyişən götürə bilərik. 9x bərabərdir 180 yazıb, x bərabərdir 20 yazıb. Deyir ki, bucaqların kiçiyini tapın. Kiçiyimiz hansı hissəyə bölünmüşdür? 4-5-i də. Burada kiçik nədir? 4-ə bölünən hissədir. Bu tapdığımız 20-ni nə edirik? 4-ə vururuq və cavabı nə tapmış olduq? 80 tapmış olduq. 80 bizim nəyimiz olur? Cavabımız olmuş olur. Dilim dolaşır bəzən. Daha sonra qarşılıqlı bucaqlar var. Qarşılıqlı bucaqlar bir-birinə bərabər olur. Deyir ki, birinin tərəfləri digərinin tərəflərinin tamamlayıcı yarım düz xəttləri olan iki bucağa qarşılıqlı bucaqlar deyilir. Qarşılıqlı bucaqlar bərabərdir. Qarşılıqlı bucaqların tənbölənləri arasındakı bucaq 180 dərəcədir. Burada qeyd olunub bizə açıq bucaq verib, açıq bucaq yox, üzr istəyirəm, tam bucaq verib. Tam bucaq nəyə bərabərdir? 360 dərəcəyə bərabərdir. Yəni bir nöqtə götürək. Bu nöqtənin ətrafındakı ümumi dərəcədə 360 dərəcədir. Deyir ki, bu nöqtədən məsələn 2 dənə düz xətt keçir. Burada bu bucaqlar qarşılıqlı bucaqlar olur. Bu alfa deyək, bura beta deyək. Bu alfa ilə betanın cəmi 180 olur. Nəyə görə? Çünki qonşu bucaqlar olmuş olur. Qarşılıqlı bucaq olduğuna görə bura beta olur. Burada nə olur? Alfa olur. Dedik ki, qarşılıqlı bucaqlar bərabərdir. Qarşılıqlı bucaqların tənbölənləri arasında bucaq 180 dərəcədir. Və yenə sual verir. Deyir ki, alfaya qonşu olan iki bucağın cəmi 80 dərəcə olarsa, alfanı tapın. Alfaya qonşu olan iki bucağın cəmi 80 dərəcədir. Hə. Bu alfaya qonşudursa, deməli bucaqlar qarşılıqlı bucaqlardır və nədir? Bizdən alfanı soruşur. Alfaya qonşu olan iki bucağın cəmi 80 dərəcədir. Deməli, bu bucaqların cəmi 80 dərəcədirsə, bu bucaqlar iti bucaqlardır və nədir? Bərabərdir. Qarşılıqlı bucaqlar olduğuna görə bərabərdir. Beta ilə betanı toplayıb bərabər edib 80-ə. Burada biz alfa betanı çox görəcəyik. Alfa beta həndəsədə necə deyim? Səhv eləmirəmsə Yunan əlifbası ilə dəyişən hərf vermədi. Alfabetdə Yunan əlifbasının hərfləri olmalıdır. Yanlış xatırlamıramsa. Burada beta ilə beta bizdə 80 verdi. 2 beta 80-ə bərabər oldu. Beta bərabər oldu 40. Amma bizdən şərti nəyi soruşur? Alfanı soruşur. Alfanı tapmaq üçün alfa ilə beta nədir? Qonşu bucaqlardır. Qonşu bucaqların dəyişik cəmi nəyə bərabərdir? 180 dərəcəyə bərabər. 180-dən biz 40-ı çıxırıq. Alfanı tapmış olduq ki, alfa nəyə bərabərdir? 40 dərəcəyə bərabərdir. Burada da qeyd olunur. Burada qarşılaşacağımız digər əsas qaydalardan biri paralel və perpendikulyar xəttlərdir. Paralel xətt nəyə deyilir? Müstəvi üzərində kəsişməyən iki düz xəttə deyilir. A və B düz xəttlərin paralelliyi burada qeyd olunur, bu şəkildə işarə olunur. Düz xətt haricindəki nöqtədən bu düz xəttə yalnız bir paralel düz xətt çəkmək olar. Bu da bizdə şərtdir. Perpendikulyar düz xəttlərimiz var. Düz bucaq altında kəsişən iki düz xəttə perpendikulyar düz xətt deyirik. Bunu yəqin ki, bilərik, bilməmiş olmarıq. A və B düz xəttlərin perpendikulyarlığı bu kimi işarə olunur. Düz xətt haricindəki üzərindəki nöqtədən bu düz xəttə yalnız bir perpendikulyar düz xətt çəkmək olar.
Yəni bunlar hamısı qaydalardır. Bunları mütləq yəqin ki bilərik də, amma yenə də mən qeyd edirəm, vurğulayıram. Qeyd olaraq verilib iki düz xətt arasındakı bucaq 0 və 90 dərəcə arasındadır. Okey. Burada topluda daha çox qarşımıza çıxacaq qaydalardan biri iki paralel düz xəttin üçüncü düz xəttə kəsməsindən alınan bucaqlardır. Bunu yəqin ki bilirik. İki dənə paralel düz xətt qeyd edirik. Burada biraz şəkil yaxşı olmaya bilər. Bu deyir ki, üçüncü düz xətlə kəsiməsi. Kəsmə dediyimizdə biz hər ikisini kəsən bir dənə düz xətt çəkirik. Amma bu düz xəttlərimiz nədir? Buna bir A desək, buna bir B desək, bunlar paraleldir. Şəkil deyib, burada şəkli yerləşdirməyib, amma biz özümüz qeyd edək. Bura 1 deyək, bura 2 deyək, bura 3 deyək, bura 4, 5, 6, yox. Bunu bizə verdiyi şəklə gedək. Deyir 3 ilə 6-nın cəmi 180-dir, 4 ilə 5-in cəmi 180-dir. Onda bura 4'dür, bura 5'dir, 3'dür, 6'dır. Bura 1'dir, burada 2'dir, 6, 7, burada 7'dir, burada 8'dir. Biraz şəkil pis olmuş ola bilər, o səbəbdən üzr istəyirəm. Daxili bir tərəfli bucaqların cəmi 180 dərəcədir. Bunlar paraleldir, kəsişdir. Daxili bir tərəfli dediyimiz bucaqlar, baxın bu bucaqlardır. Bu daxildə, bu kör bucaqdır, bu iti bucaqdır. Bunların cəmi həmişə nəyə bərabər olur? 180 dərəcəyə bərabər olur. Eyni ilə qarşı üçündə, yəni 4 ilə 5-in də cəmi nəyə bərabər olur? 180 dərəcəyə bərabər olur. 1, 8, 2, 7 bucaqlar. 1, 8 və 2, 7 bucaqlara. Biz bunun yerini yenə tərs qoymuşuq. Bu 7 burada olur, bu 8 burada olur. 1 burada olur, 2 burada olur. Yox, 1 buradadır, 1-in yeri düzdür. Aşağını səhv qoymuşuq, bir dəqiqə. 1, 2, 8, buradan olur, 7 olur. 8 buradan silək. Aha, deyir ki 1 və 8 şəkildəki 1, 8, 2, 7 bucaqları xarici bir tərəfli bucaqlardır. Baxaq, 1 ilə 8 xarici bir tərəfli bucaqlardır. Bəli. 2 və 7 bu da xarici bir tərəfli bucaqlardır. Və eyni ilə yenə eyni qaydada bunların da cəmi nəyə bərabərdir? 180 dərəcə. Çünki biri iti bucaqdır, biri kör bucaqdır və paralellik olduğuna görə bunların cəmi 180 dərəcə bərabər olacaq. Bunlar hazır qaydalardır. Bunları mütləq bilmək lazımdır. Daha sonra şəkildə çarpaz bucaqlar var. Daxili çarpaz, xarici çarpaz bucaqlar var. Bu bucaqlar bərabərdir. Baxın, burada qeyd edilir, deyir 1 ilə 5. Yox, birinci uyğun bucaqlar deyir ki, uyğun bucaqlar bərabərdir. 1 ilə 5 uyğun bucaqdır. Baxın, paralelliyə görə bu bucaq bu bucağa bərabər olacaq. 1 5-ə bərabər olacaq. 2 6-ya bərabər olacaq. 3 7-yə bərabər olacaq. Baxın, 3 buradadır, 7 burada. 4 də nəyə bərabər olacaq? 8-ə bərabər olmuş olacaq. Bəs xarici çarpaz, daxili çarpaz dediyimiz bucaqlar hansılardır? 3 və 5-ə bərabərdir. 3 ilə 5. Baxın, daxildən çarpazdır. Yəni belə bu formadadır, çarpaz formadadır. Eyni ilə 4 ilə 6 da yenə nədir? Çarpazdır. Çarpaz bucaqlar bir-birinə nədir? Bərabərdirlər. Çətin deyil. Mən deyərəm ki, çox asandır. Sadəcə biraz oxumalı, biraz məlumatlı olsaz, necə deyim, məsələlər, misallar üstündə bunları tətbiq eləmək, yazmaq çox asandır. Uyğun tərəfləri paralel perpendikulyar olan bucaqlar qarşımıza çıxa bilər ki, çıxır da. Çətin deyil. 2-3 dənə xassəsi var ki, deyirik ki, uyğun tərəfləri paralel və perpendikulyar olan bucaqlar eyni adlı olduqda, bərabər müxtəlif adlı olduqda isə cəmi 180 dərəcəyə bərabər olur. Məsələn, burada eyni adlıdır. Gördüyünüz kimi bunların uyğun tərəfləri paraleldir və nədirlər? Bərabərdirlər. Alfabetdə bərabərdir. Eyni ilə bu kör bucaq üçün də, bu iti bucaqlar üçün də, kör bucaqlar və iti bucaqlar üçün ikisi üçün də ödənilir. Müxtəlif bucaqlar var. Müxtəlif bucaqlar dediyimiz yəni fərqli olur, amma yenə də nə olur? Uyğun tərəfləri paralel olur. Bu bucaqların isə cəmi nəyə bərabər olur? 180 dərəcəyə bərabər olmuş olur. Bunların hamısını indi bir dənə ayrı bir video izah düşünürəm ki, yerləşdirim. Orada keçdiyimiz mövzuları ümumi bir dənə təkrar ataq. İmtahan təkrarı deyirəm. İmtahan təkrarı 1 qoyacam adım. Harca bir xeyli sual üstündə bunların hamısına baxarıq, mövzulara belə göz gəzdirərik, təkrar edərik. Daha yaxşı mənimsəmək üçün. Bəzi düsturlarımız var burada. Yenə topluda qarşımıza çıxacaq. Bu şəkildə bizə veriləndə yenə bu alfabetlə paraleldə qeyd olunub burada. X-i soruşa bilər. X nəyə bərabərdir? Alfa ilə betanın cəminə bərabərdir. Və yaxud da siz düsturu qaydanı bilmirsinizsə, buradan bunları uzada bilərsiniz. Buradan bunu uzadanda, indi məsələn bunu uzatmamış bunu uzadana, bura alfadısa, bura alfa olacaq.
Bu X'dir. Bu X'i buradan da tapa bilərsiniz. İndi üst bucaqlarda biz keçəcəyik ki, üst bucağın bir xarici bucağı ona qonşu olmayan digər iki daxili bucağın cəminə bərabərdir. X'in burada qiyməti yenə alfa üstəgəlsin beta olmuş olacaq. Yəni qaydaları yadda saxlaya bilmirsə, bunları asan şəkildə belə yadda saxlaya bilərsiniz. Əgər məsələn yaza bilirsə, yazmaqdan xoşunuz gəlirsə, hazır qaydanı yadda saxlamayın. Özünüz götürün, hesablayın, tapın. Bu düstura əsasən, yəni bu iki paralel düz xəttin üçüncü düz xətlə kəsməsinin alınan bucaqların xassələri, qaydaları var da, o qaydalara əsasən. Daha sonra burada yenə belə bir fiqur var. Sanki bunun tamamlayıcısı deyək də biz bunu. Burada x-i tapanda nə edirik? Alfa üstəgəlsin, x üstəgəlsin, betanın ümumi cəmi 360-a bərabər olmuş olur. Böyle bir şəkildə yenə qarşınıza çıxa bilər. Yenə də deyirəm, bu düsturları məsələn yadda saxlamayıb, biraz yaradıcı olsanız, biraz özünüz hesablaya bilsəniz, asan şəkildə deyirəm ki, yəni hesablayıb yaza bilərsiniz. Alfa betaya paraleldir. X'i soruşsa x bərabərdir alfa üstəgəlsin beta çıxılsın nəyə? 180 dərəcəyə. Saat dəqiqə arasında bucaq var. Topluda mənim qarşıma çox çıxmayıb. Amma yenə də düsturun bilsəz, alfanı tapmağı soruşsa, alfa bizdə 11-də, modulu 11-də çıxılsın 60s bölünsün 2-yə bərabərdir. Alfa 180 olarsa, onda 360 çıxılsın alfa götürülür. Genel olaraq burada daha çox güvəndə qarşınıza çıxa bilər. Dərəcəni dəqiqə ilə, dəqiqəni saniyə ilə əvəzləmə. 1 dərəcə 60 dəqiqədir, 1 dəqiqə isə 60 saniyədir. Məsələn, 180 dərəcəni biz 179 dərəcə 60 dəqiqə verə bilərik. Yəni burada məsələn 180-dən 179-u ayırdı. Buradan bir dənə dərəcə qaldı da. O 1 dərəcəni də nə ilə verdi? 60 dəqiqə ilə verdi. Bu 60 onu göstərir. 179 ayrı bir şey. Yəni yenə də bu ikisi bizə 180-i tamamlayıb verir. Burada təzədən məsələn istəyir 60-ı da ayırır. 59 dəqiqə yazır və 1 dəqiqə 60 saniyə verdiyinə görə 59 dəqiqə 60 saniyə kimi verir. Məlumatınız olsun, qarşınıza çıxa bilər. Güvənli suallarında, güvənli testlərində falan. Ki bizim özümüzün də qarşısına çıxırdı. Çətin deyil. Dərs 18 çevrədir. Çevrəni asan şəkildə, rahat şəkildə izah etməyə çalışacağam. Biraz yenə də deyirəm, arxa fon falan yaxşı olmaya bilər. O səbəbdən üzr sayın. Qalan hər şey qaydasına qoymağa çalışıram. Videoları yerləşdirməyə çalışıram. Ümid edirəm ki, qısa zamanda bitirərik. Kanal da böyüyər. Bir videoya axıra qədər baxın. Nə bilim, faydalı olacaq. Yəni nəsə öyrənəsiniz. Nə öyrənəsiniz? Sadəcə videolara ardıcıl baxın. Bilmədiyiniz mövzulara girin, axıra qədər baxın ki, dəstək ola bilim sizlərə. Bir də məsələn çevrənizdə istəyən də olsa, çevrənizlə də bölüşüb kanala dəstək versəniz çox sevinərəm. Çevrədə görüşmək ümidi ilə sağ olun, salamat qalın.